Dəyərli izləyicilər, hər birinizi salamlayıram. Nəzərinizə çatdırmaq istəyirəm ki, artıq 4 ildir ki, Cənubun Səsi fəaliyyətdədir. Fəaliyyətimiz dövründə bir çox sənədli filmlərə, video reportajlara, bir çox tədbirlərə layihə rəhbərliyini Cənubun Səsi eləyib və Cənubun Səsinin 5 illik münasibəti ilə bildiyiniz kimi Doğma Elin Simaları kitabı üzümüzə gələn il fevral ayından Cənubun Səsinin 5 illiyinə planlaşdırılır və bu işdə bizə təbii ki, Masallıdan bir çox rəhbər şəxslər və biznesmenlər köməklik göstərirlər və nəzərinizə çatdırım ki, yaxın günlərdə mən Masallı rayonunun tanınmış ziyalılarından olan Fərahim Sadıqovla, professor Fərahim Sadıqovla görüşmüşəm və görüşümüz zamanı Fərahim müəllimin də dəstəyini almışam. Daha sonra Əməkdar İncəsənət xadimi tanınmış insan, Masallının fəxri vətəndaşlarından, fəxri ziyalılarından olan Ağalar İdrisoğlu ilə görüşmüşəm. Əməkdar jurnalist Zakir Abbasdan müsahibə almışam və bunlar hamısı bizim görüşlərimiz artıq davam eləyir və nəzərinizə çatdırım ki, bizim layihələrimiz çoxdur və bu layihələrin çərçivəsində Cənubluları tanıyaq, tanıdaq rubrikası start götürüb artıq 300-dən çox ziyalı haqqında məlumat getmişdir. Məlumatları təbii ki, bizə elektron poçta ilə və WhatsApp-da qaynar xəttimizə göndərirlər. Təbii ki, bu sadəcə biz ziyalılar haqqında deyil, sosial problemlərlə də bağlı Cənubun Səsi fəaliyyət göstərir. Peşəkar komandamız bu günləri Cənubluları Cənuba çatdırır və Cənubun Səsini sizə çatdırmağa çalışır. Nəzərinizə çatdırım ki, yeni bir layihəmiz var. Masallı rayonunun kənd və qəsəbələri haqqında video, reportaj və maraqlı məlumatlar paylaşılacaq. Mən hər birinizdən xahiş edirəm ki, bu işdə bizə köməklik göstərəsiniz. Bilirsiniz ki, Masallı rayonu özü qədim tarixə, zəngin tarixə malik olan bir rayonlardan biridir. Artıq şəhər statusu alıb, rayonumuzun 95 yaşı var. Bu artıq bizim üçün təbii ki, qürur vericidir ki, Masallının çoxlu tibb elmlər doktoru, alimləri, tanınmış insanları, bəstəkarları, yazıçıları, xalq artisti, əməkdar artistləri var. Bugün regiona baxanda Masallı öz ziyalıları ilə hər zaman fəxr edir. Bu da bizim üçün qürur vericidir və biz də Masallıdan olaraq, Masallılar olaraq, bir Cənublu olaraq, bir Azərbaycanlı olaraq Cənubu, Masallını, Lənkəranı, Leriki, Yardımlını, Biləsuvarı, Cəllabadı Azərbaycanda və dünya miqyasında tanıtdırmaqdan ötürü işlər görürük. Sizlər də bu sahədə bizə dəstək olun, tanıdığınız insanlar haqqında bizə məlumatları bölüşün, bir yerdə fəaliyyət göstərək. Diqqətinizə görə təşəkkür edirəm.